bu gece şeb vefat ve irtihal Hazreti Masume selamullah aleyha ve bu meclis به مناسبت وفات حضرت معصومه سلام الله علیها تشکیل تاپıb. البته حضرت معصومه پروردگار عالمین نعمتیdir bizim elimizde. Məxsusən Qumda. Qumda xanımın vücudu ilə havzahay elmiyə icad olub. Xanımın vücudunun bərəkətindən məraci izam tərbiyət olub burada. Bozorgani tərbiyət olub və din və İslam hifz olub onların əli ilə, dili ilə, onların köməyi ilə. Bənabərin bizim həmişə vəzifəmiz budur ki, Əhl-i Beytin hər yerdə vücudları var, orada bərəkət ilahi ve Qumda onlardan biridir ki, inşallah biz Pərverdigar aləmdən həmişə istəmişik və həmişə istiyoruz ki, bizi Əhl-i Beytidən ayrı salmaya. Əhl-i Beytin məhəbbəti bizim ürəklərimizdə ola. Əgər o məhəbbət bizim ürəyimizdə olsa, bizdən Sibğətəllah nədir Quranda? Sibğətəllah yani Allah'ın renci, buy Xuda, renci Xuda. Əhl-i Beytin özü de beleydi, Əhl-i Beyti isteyenler de beledi.